Tonsuz nitq dadsız, duzsuz, həyəcansız, monoton və maraqsızdır. Sözlər hissləri çatdırmağa bəs eləmir. Sözlərə ruh verən, can verən səsimizdir. Bəzən çox vacib bir sözü adi tonda demək olar ki, bu da deyim məqsədini tamamilə məhv eləyər. Solğunlaşdırar, məna qazandırmaz. Təsəvvür edin, sevdiyiniz insana hisslərinizdən danışırsınız. Yuxusuz gecələrinizdə necə istirab çəkdiyinizi ona deyərkən səsə o əzabı göstərən ton verməsəz, sözünüzün nə təsiri olacaq? Yaxud səni sevirəm kimi gözəl kəlməni hamının eşidəcəyi tonda desəz, sevdiyinizin ürəyi gülərmi, könlü xoş olarmı? Bu sehirli kəlmə tonu tamamilə aşağı salmağı, hətta pıçıltı səviyyəsinə qədər düşürməyi tələb eləyir. Dostlar, danışığımızda əsas məsələlərdən biri də səsin tonu ilə sözün yaxşı mənasında oynamaqdır. Bunu bacarmaqdan ötürü çoxlu məşqlər və tövsiyələr qeyd eləmişəm. Müəllifi olduğum Danışığınla Həyatı Qazan kitabını alaraq nitqinizi qısa bir zaman ərzində düzəldəcəksiniz. Unutmayın, indi Azərbaycan dili dəbdədir.